Restoranları çəkib paylaşan blogerlər haqqında mənə çox suallar verilir öz izləyicilərim tərəfindən və hətta mənə deyirlər ki, sən niyə artıq getmirsən? Bu çox uzun bir mövzudur, amma istəyirəm ki, sizə qısaca olaraq belə izah eləyim. Artıq Azərbaycanda restoranları çəkib paylaşmağın bir mənası qalmayıb. Çünki bunu artıq dilənçiliyə çeviriblər və bunu artıq bir qarın yeməyə görə gedib paylaşıb yalandan tərifləməyə çeviriblər və ən çox izləyicisi olan, ən çox restoran videoları paylaşanlardan burada söhbət gedir. Kiçik xırda blogerlərdən söhbət getmir. Mənim səhifəmi çoxdandan izləyirsinizsə biləcəksiniz ki, mən daha əvvəllər paylaşırdım. Düz mən heç vaxt restoran, yəni bloqeri olmamışam. Heç vaxt, yəni səhifəmə də lap aşağıya düşüb baxsaz, mənim videolarımın çoxu, yəni ya alış-veriş videolarıdır, ya sifariş videolarıdır. Restoran videoları çox deyildi. Amma ayda 2 dəfə olsun gedirdim mən restoranlara və məsələ burasından ibarətdir ki, misal üçün mən gedirəm bir restoranı çəkib paylaşıram, belə deyim də reklam eləyirəm və səhərsi gün 2-3 gün sonra mənim izləyicim gəlib mənə yazanda ki, Cavid bəy, sizə başqa cür qulluq elədilər o videoda, amma biz getdik, bizə o qulluq eləmədilər. Avtomatik olaraq mən mədəni formada restoranla əlaqə saxlayırdım, deyirdim ki, belə bir hal yaşanıb və ikinci dəfə məni dəvət edəndə getmirdim. Halbuki mənim YouTube-da da restoran videolarıma girib baxsaz görəcəksiniz ki, hamısı çox yaxşı baxış alır. Hətta bir restoran videom 1 milyondan çox baxış alıb, çox çağırırdılar məni həmin o restorana. Bu blogerlər ki, bunu artıq işə çeviriblər. Yəni gündəlik qazanc mənbəyinə çeviriblər. Onlar heç vaxt sizə doğru bir məlumat verməyəcəklər restoranlar barədə. Bu qeyri-mümkündür. Çünki onlar gəlir mənbəyini pisləyə bilməzlər. Başa düşürsüz nə demək istəyirəm? Ümumiyyətlə restoran blogerləri olaraq Azərbaycanda var idi Vafuli xanım. Mən bir dənə o xanıma inanıram, çünki o xanım lap əvvəlcədən bu işlə məşğul olub. Bəzən onun paylaşdığı yerlərdə də misal üçün yaxşı təcrübə yaşamaya bilərsiniz, amma bu normaldır bəzən. Yəni Azərbaycanda hər yerdə olan bir şeydir. Amma Vafuli xanıma mən həqiqətən də güvənirəm, çünki Azərbaycanda hamıdan qabaq o bu işlə məşğul olub. Amma digərləri var ki, artıq bunu dilənçiliyə çeviriblər. Yəni bu sözə, yəni üzr istəyirəm əgər dilənçilik biraz ciddi sözdürsə, çünki mən başqa bir məna tapmıram bundan. Yəni bir qarın yeməyə görə gedirlər, çox cüzi məbləğdə pul alırlar və hətta restoranlarla danışırlar ki, yəni ailələrini də gətirirlər ora. 5, 6, 7 nəfər gəlirlər, otururlar, pulsuz yeyib içirlər və qarşılığında da yalandan tərifləyirlər. Qeyri-mümkündür ki, həmin restoranları pisləsinlər, olduğu bir şey desinlər. Yəni ona görə də bu kimi blogerlərə inanmayın qətiyyən də və bunu deməklə mən öz bütün potensial reklam mənə verəcək insanları itmiş oluram, belə deyim ki. Amma bunu demək məcburiyyətindəyəm, çünki mən özümü onlardan fərqləndirmək məcburiyyətindəyəm. Məndən də insanlar tələb eləyəndə ki, get sən də çək paylaş, yəni belə şeyləri nəzərə alın ki, onlar artıq bunu dilənçiliyə çeviriblər.